Bilirsiniz ki, Bakı ətrafı qəsəbələrin inkişafı üçün xüsusi proqram hazırlanıbdır. Kompleks tədbirlər nəzərdə tutulur. Bu ayın əvvəlində proqram təsdiq olunub və yaxın zamanlarda işlər sürətlə aparılacaq. Artıq işlərin müəyyən hissəsi başlanmışdır. O cümlədən Mərdəkan qəsəbəsində yolların çəkilişi işləri başlanmışdır. Bu işlər geniş vüsət alacaq. Bütün qəsəbələrdə infrastruktura layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Proqram dərc edilib, hər kəs görə bilər mətbuatdan. Hər bir qəsəbə üzrə konkret tapşırıqlar verilmişdir. O ki, qaldı Mərdəkan qəsəbəsinə, orada məktəbin təmiri nəzərdə tutulub, uşaq bağçalarının təmiri nəzərdə tutulub, xəstəxana əsaslı təmir olunacaq, yollar çəkiləcək, qazlaşma layihəsi nəzərdə tutulur. Və əlbəttə ki, su və kanalizasiya layihələri də öz həllini gözləyir. Beləliklə, proqramın icrası nəticəsində 2013-cü ilə qədər hər bir qəsəbədə bütün sosial və iqtisadi məsələlər öz həllini tapmalıdır. Bilirsiniz ki, bu ərəfədə bir neçə qəsəbədə mən olmuşam, vəziyyətlə tanış olmuşam, sakinlərdən onların arzularını dinləmişəm. İndi isə proqram ki, qəbul edilib, gərək əlbəttə bu proqramın icrasını biz yoxlayaq, nəzarət edək, həm mən, həm də siz. Mən istəyirəm ki, bütün qəsəbələrdə qısa müddət ərzində sürətlə işlər aparılsın ki, insanları narahat edən məsələlər həll olunsun. Biz bu məsələləri bilirik, bu problemləri bilirik. Ona görə hesab elədim ki, Bakı və Bakı ətrafı qəsəbələrin inkişafı üçün xüsusi dövlət proqramı qəbul edilməli idi. Bunu da biz etdik və bütün dövlət qurumlarına tapşırıqlar verilmişdir ki, fəal işləsinlər və yerli sakinlərin xahişləri də, arzuları da mütləq nəzərə alınmalıdır. İndi biz çalışmışıq ki, proqramda bütün məsələləri əhatə edək. Ancaq təcrübə göstərir ki, bəzi hallarda bu mümkün olmur. Çünki 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı dövlət proqramı qəbul olunanda orada bəzi məsələlər nəzərdə tutulmamışdı. Ona görə biz vaxtaşırı o proqrama əlavələr də eləmişik. Bu proqramla bağlı da oxşar vəziyyət yarana bilər. Ona görə əlavə təkliflər olan zaman onlara da baxılacaq. Ancaq biz çalışmışıq ki, əsas, yəni insanları narahat edən infrastruktura məsələləri orada öz həllini tapsın və artıq işlər başlanmışdır. Əminəm ki, vaxtında bütün tapşırıqlar yerinə yetiriləcək. Cənab Prezident, bizim qəsəbəyə gəlişiniz həmişə bizim üçün bayramdır, həmişə bizim üçün xoş məqamlardan biridir. Bugün sizin gəlişiniz bizə böyük ruh yüksəkliyi verir. Rayonumuz, qəsəbəmiz gündən-günə çiçəklənir, gündən-günə gözəlləşir. Rayonda, qəsəbədə bir çox işlər görülür. İndi biz əminik ki, siz deyən proqramda tam həyata keçirəndən sonra rayonumuz daha da gözəl bir vəziyyətdə olacaq. Necə ki, Respublikamız çiçəklənir, necə ki, bizim şəhərimiz, Bakı şəhərimiz çiçəklənir. Əminik ki, bizim rayonumuz da heç bir rayondan geri qalmayacaq. Sizin daxili siyasətinizi, xarici siyasətinizi biz bəyənirik. Sizə həmişə dəstək olmuşuq. Bugün də sizə dəstək, gələcəkdə də sizə dəstək olacaq. Sizin siyasətiniz tam bizi əmin edir ki, bizim Respublikanın böyük gələcəyi olmalıdır. İndi bir çox təkliflər, siz özünüz də dediniz xəstəxana, mən elə bilmirəm hansı xəstəxana, ancaq bizim 26 nömrəli rayonumuzun ən böyük xəstəxanası var. 26 nömrəli qədim xəstəxanadır, ancaq təxminən 82-ci illərdə o xəstəxana yenidən bərpa olunub, yenidən tikilir. Ancaq uzun illər keçəndən sonra o bugünkü günün tələblərinə cavab verə bilmir. Biz arzu edərdik ki, o xəstəxanada, o plana düşərdi, 26 nömrəli yaxşı təmir olardı. Həm bizim
sakinlərimiz, veteranlarımız orada müalicə alıb özlərini sağlamlığını düzəldə bilərlər. Minnətdarıq sizə, çox sağ olun. Sağ olun. Dediyiniz məsələ öz həllini tapacaq. Proqramda 26 sayılı xəstəxananın əsaslı təmiri və müasir avadanlıqlarla təcrid edilməsi məsələləri nəzərdə tutulubdur. Əminəm ki, yaxın zamanlarda işlər başlanacaq. Doğrudan da bu xəstəxananın çox böyük tarixi var. Bu bölgənin, bu zonanın mərkəzi xəstəxanası olmuşdur. Təmirə ehtiyacı var və yüksək səviyyədə təmir olunacaq. Və ondan sonra, təmirdən sonra açılışda bir yerdə iştirak ediləcək. O ki, qaldı rayonda gedən işlər yaxşı gedir. Xəzər rayonu böyük rayondur, qədim rayondur və Mərdəkan qəsəbəsi böyük tarixə malik olan qəsəbədir. Böyük və zəngin tarixi, mədəniyyəti var və mən çox istəyirəm ki, burada bütün işlər yüksək səviyyədə görülsün. İndi Mərdəkana çox möhtəşəm giriş də biz yaradırıq, gözəl körpü tikilir. Siz yaxşı bilirsiniz ki, vaxtında bu Mərdəkan dairəsində bir neçə dəqiqə, bəlkə də yarım saat maşınlar tıxacda dayanmışlar. İndi isə Mərdəkana olan məsafə azalmasa da, amma zaman baxımından daha da sürətlə gəlmək mümkündür. Çünki artıq bu yolda heç bir dairə qalmamışdır. Onların yerinə gözəl körpülər, yol ötürücüləri, yol genişlənibdir. İndi şəhərə çox rahat getmək mümkün olacaq. Mərdəkanın daxili yolları da əlbəttə ki, təmir olunacaq. Siz yaxşı bilirsiniz ki, bu yollar elə tikilibdir, o qədər də enli yollar deyil. Amma əsas küçə ki var, o küçənin yenidən qurulması layihəsi indi işlənilir. Və təqdim olunacaq və bərabər baxacağıq ki, o küçəni də biz nəqliyyat üçün və piyadalar üçün daha da yüksək səviyyədə quraq. Ona görə bütün bu məsələlər öz həllini tapacaq. Sadəcə olaraq mən istəyirəm ki, sürətlə bu işlər həll olunsun. Qəbul edilmiş proqram çox böyük proqramdır. Həm texniki cəhddən, həm maliyyə baxımından böyük iş tələb edən layihədir. O proqramın icrası üçün çox böyük vəsait tələb olunacaq. Və biz bu il dövlət büdcəsinə əlavələr də edəcəyik ki, bu işləri biz təxirə salmadan həll edək. Ancaq buna baxmayaraq proqramın icra müddəti cəmi 2 il yarımdır. Nə üçün? Çünki mən istəyirəm ki, tezliklə bu məsələlər həll olunsun. Və əlbəttə ki, burada ictimai nəzarət də çox güclü olmalıdır. İctimai nəzarət də sizdən asılı olacaq. İndi işlər başlanacaq, yollar çəkiləcək, su xətləri çəkiləcək, qaz xətləri yenidən çəkiləcək. Elə etməliyik ki, keyfiyyətli olsun. Çünki dövlət vəsait ayırır və ondan sonra işlər görülür. Bəzi hallarda sonra görülmüş işlər bizi qane etmir. Nə üçün? Çünki ictimai nəzarət zəif olubdur. İş icraçıları məsuliyyətsiz yanaşmışlar öz vəzifə borclarına. Ona görə ictimai nəzarət çox güclü olmalıdır və mən sakinlərdən, sizdən və bütün qəsəbələrdə yaşayan sakinlərdən xahiş edirəm ki, əgər hansısa bir məsələ düzgün həll olunmursa, yaxud da ki, hansısa qüsur varsa mütləq mənə məlumat göndərin. İndi həm məktub göndərmə olar, elektron poçt var, yəni müxtəlif yollarla məlumat çatdırmaq mümkün olacaq. Elə etməliyik ki, yüksək səviyyədə işlər görülsün və sakinlərin arzuları mütləq nəzərə alınsın. Hörmətli Prezident, siz qeyd etdiyiniz kimi Xəzər rayonu böyük bir rayondur. Xəzər rayonu demək olar ki, Abşeronun ən əsas bir gövşəsidir. Sizin bugün gəlişiniz bizə may ayında olan bütün bayramların ardıcı kimi qəbul edirik. Mən və burada bütün Mərdəkan sakinləri tərəfindən sizin bugün bura təşrif götürmənizi səmimi qəlbdən təşəkkür edirik. Bizim rayonda sizin sərəncamlar əsasında böyük işlər görülür. Bu bəyanı olaraq görükür. Mən buna problem deməzdim, kanalizasiya məsələsi ən aktual, ən vacib məsələlərdən biridir. Sizin gördüyünüz işlər, sərəncamlar, əlavə sərəncamlar, gəlib baxmaq bu böyük təsərrüfata, böyük insanlara qayğı göstərməkdir.
mən bir də kəndimizin adından, bütün Xəzər rayonunun əhalisinin adından sizə böyük təşəkkür edirəm. Sağ olun. Qaldırdığınız məsələlər çox vacibdir. Kanalizasiya məsələləri, əfsuslar olsun ki, nəinki Mərdəkan qəsəbəsinin bütün qəsəbələr üçün has olan məsələdir. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə kanalizasiya xətləri çəkilməmişdi. Bu böyük zəhmət və maliyyə mənbələri tələb edən məsələdir. Ancaq bu proqram artıq icra olunmağa başlamışdır. Bütün müvafiq göstəricilər verilmişdir. Azərsu Dövlət şirkəti bu işlərlə məşğuldur və çalışacaq ki, 2-3 il ərzində bütün ölkəmizin bütün məntəqələrində kanalizasiya və su xətlərinin çəkilişindən ayrılmaq. Amma deyə bilərəm ki, bu çox böyük və mürəkkəb bir işdir. Çünki bu xətlər olmamışdır. Yenidən çəkilməlidir, borular salınmalıdır, müasir təmizləyici qurğular tikilməlidir. Bütün bu işlər nəzərdə tutulur. Və əlbəttə Bakı ətrafı qəsəbələrində də ilk növbədə bu məsələyə biz diqqətimizi yönəldirik. Çünki bilirəm ki, insanları ən çox narahat edən məsələ budur. İçməli su, kanalizasiya. Vaxtı ilə elektrik enerjisi ilə biz korluq çəkirdik. Bu məsələ həll olundu, indi bu problem yoxdur. Qazlaşma prosesi gedir sürətlə və müəyyən işlər görülüb və gələn ilin sonuna qədər ölkəmizdə nəzərdə tutulan bütün qazlaşma layihələri icra ediləcək və bütün qəsəbələrdə qazlaşma təmin ediləcək. İndi Azərbaycan reallıqları başqa ölkələrdə də qiymətləndirilir və öyrənilir. Bizim təcrübəmiz və bizə gedən quruculuq, abadlıq işləri diqqət çəkən məsələdir. İndi Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Bu həqiqətdir. Bunu həm biz bilirik, həm Bakıya gələn qonaqlar da bunu qeyd edir. Bakıda gözəl parklar salınır, binalar tikilir, bərpa olunur, yollar çəkilir, infrastruktura. Yəni Bakı doğrudan da dünya səviyyəli gözəl şəhərə çevrilib. Elə etməliyik ki, Bakı ətrafı qəsəbələr də öz müasirliyi ilə, gözəlliyi ilə, təmizliyi ilə seçilsinlər. Bunu etmək üçün bütün imkanlar var. Və konkret artıq proqram da var. Bu proqram həm qaldırdığınız məsələlərin həlli üçün köməklik göstərəcək. Eyni zamanda orada bütün qəsəbələrin abadlığı məsələləri də öz səlini tapmalıdır. Bax, yol həm rahatlıqdır, həm abadlıqdır. Bütün binaların deməli rənglənməsi, bərpası, divarların çəkilməsi, ağacların əkilməsi. Görün, bir neçə milyon ağac əkilmişdir ancaq keçən il. Bu sağlamlıq demək. Möhtərəm cənab prezident, icazə verin sizi ilk öncə salamlayım, Mərdəkan qəsəbəsinə xoş gəlmisiniz deyim və ümumiyyətlə bütün əhalinin sizin bura gəlişinizdən məmnunluğunuzu seçim. Cənab prezident, sizin bu 8-ci ildir Azərbaycana rəhbərlik edirsiniz. Bu dövrdə sizin Respublika üçün, Azərbaycan xalqı üçün gördüyünüz işlər çox böyük işlərdir, hamısı göz qabağındadır. Bugün Azərbaycan xalqını rahat, asudə, salamat, öz işi ilə məşğul olması sizin siyasətin nəticəsindədir. Ətrafımızda dünyada baş verən qırğınlar, dağlaşlar, şükürlər olsun ki, sizin siyasətiniz nəticəsində bizim ölkəyə sirayət etmir və inanırıq ki, etməyəcək. Bu siyasəti siz yürüdürsünüz. Əlbəttə bu siyasəti ulu öndərimizdən dərs almış bir insan bu siyasəti apara bilərdi. Dünyanın böyük ölkələri arasında, böyük tanınmış siyasətçiləri arasında siz düzgün, dəqiq, balanslı siyasət apara bilirsiniz. Biz bunu çox almışdıq. Çox sağ olun ki, Azərbaycan xalqının bu cür rahat yaşamağı üçün çalışırsınız. Tək özünüz yox, ailəliklə çalışırsınız. Mehriban xanımın da gördüyü işlər göz qabağındadır. Bizi Azərbaycan qadınının xaricdə Mehriban xanımın simasında tanıyırlar. Cənab prezident dedim, görülmüş işlərdən danışmaq qurtarmır. Sizin
tapşırıqlarını gördüyünüz işlər sayəsində qəsəbələrin inkişafı üçün tərtib olunmuş plan da biz sakinlərin iştirakı ilə müzakirə olundu, tərtib olundu və prezident aparatına təqdim olundu. Bunlar hamısı əlbəttə sizin işinizin nəticəsidir, gözəl işinizin, Azərbaycan xalqına, Azərbaycan vətəninə üçün gördüyünüz işlərin nəticələridir. Bütün bunların müqabilində görüləsi işlər çoxdur. Bizim bugün burada durduğumuz bu məktəb vaxtı ilə Hacı Selahattin Tağıyev, rəhmətli Hacı Selahattin Tağıyev tərəfindən tikilib. Biz burada təhsil almışıq, o bir köhnə binada. Bu bina sonradan tikilib. O köhnə binanın yenidən bərpasına böyük ehtiyac var. Qoy onu biz itirməyək. Mərdəkan əhalisi bu məktəbi Hacı Selahattin Tağıyevin məktəbi kimi tanıyır. Onun bugünkü tələblərə cavab vermir indi hal-hazırda. Düzdür, istifadə olunur, amma bugün üçün dövrdə, əsrin əvvəlində tikilmiş bir məktəb. Cənab Prezident, siz hələ çox işlər görmək fikirləşirsiniz vətən üçün. Bu yolda biz sizə möhkəm can sağlığı, əyilməz iradə, tükənməyən qüvvət arzulayırıq. Tanrı sizi qorusun. Çox sağ olun, çox minnətdaram sizə dediyiniz sözlərə görə və mən bundan sonra da çalışacağam ki, doğma xalqıma xidmət edim və ölkə qarşısında duran bütün vəzifələri biz həll etməliyik. O ki, qaldı bu məktəb məsələsinə, əlbəttə ki, bu məktəb təmir olunacaq. Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqı üçün böyük işlər görmüşdür. Onun xatirəsi bizim üçün çox əzizdir. Mən şəxsən onun gördüyü işlərə çox yüksək qiymət verirəm. Onun kimi şəxsiyyətlər Azərbaycan xalqını lazımi səviyyədə o dövrdə təmsil etmişdir. Hətta o zəngin adam idi, öz zəhməti hesabına böyük maliyyə imkanlarına da nail oldu. Ancaq o imkanlardan xalqın güzəranının yaxşılaşdırılması üçün istifadə elədi. O istəyirdi ki, Azərbaycan gəncləri oxusunlar, ağıllı, bilikli olsunlar. İstəyirdi ki, Azərbaycanda sosial məsələlər öz həllini tapsın. Öz vəsaiti hesabına böyük su kəmərini çəkdi. Məktəblər tikdirdi. Kimsəsiz, yəni kasıb uşaqları ali məktəbləri oxumağa göndərdi. Belə görkəmli şəxsiyyətin bütün mədəni və mənəvi və maddi irsinə biz gərək hörmətlə yanaşaq. Məhz bu məqsədlə onun Bakıdakı evini biz əsaslı təmir elədik. İndi bərpa elədik. Orada indi Azərbaycan Tarixi Muzeyi yerləşir. Amma eyni zamanda Hacı Zeynalabdinin evi kimi biz onu bərpa elədik. Onun burada Mərdəkan qəsəbəsində qəbrini də o vaxt biz abadlaşdırdıq. Pirəsən ziyarətgahı hələ neçə il bundan əvvəl bizim təşəbbüsümüzlə abadlaşdırıldı. Yəni, mən bir də demək istəyirəm ki, hesab edirəm ki, o Azərbaycan tarixində ən görkəmli simalarından biridir və onun xeyriyyətçilik missiyası Azərbaycan xalqının inkişafına xidmət edir. Mən dəfələrlə indi müasir dövrün sahibkarları ilə görüşürəm və onlara da dövlət tərəfindən dəstək verilir. Mən istəyirəm ki, sahibkarlıq inkişaf eləsin, insanlar daha da zəngin olsunlar və hər dəfə onlara tövsiyə edirəm ki, onlar sosial məsuliyyət məsələlərinə də diqqət göstərsinlər. İmkanlı, varlı adam elə etməlidir ki, kimin ki imkanı yoxdur, ona əl uzatsın, ona köməklik göstərsin. O, Allah qarşısında da onun xidməti olacaq, vicdan qarşısında da. Bu məktəb mütləq təmir olunacaq, müvafiq sərəncam imzalanacaq və gözəl abidə kimi, onun xatirəsinə abidə kimi biz yaradacağıq. Bu məktəbin tikintisi ilə əlaqədar yaranmış problemlər də mənə deyildi. Əgər burada qüsurlar varsa, onlar da aradan qaldırılacaq.